Mən çox möhtəşəm bir hədis sizə oxuyacağam. Çox möhtəşəm bir hədisdir və o hədis kafidədir, xeyr, kafidə deyil. O hədis təhzibdədir, xeyr, təhzibdə deyil. O hədis istibsarda da deyil. O hədis mən la yəhzurul fəqihdə də deyil. O hədis vəsaildə də deyil. Bunlar Şiənin mənbə kitabları idi saydım. O hədis bu kitablarda deyil. Hədis Müsnəd İbn Həmbəldəndir. Həmbəlilər, məsələn, bu Ərəbistanda olan əhl-i sünnənin çoxu həmən Həmbəlilərin, onların davamçılarıdır. İkinci cilddə səhifə 561-də. İkinci alim Hakim Nişapuridir. Öz müstədrəkində gətirib 3-cü cilddə səhifə 182-də. Bu iki alim bir hədis gətirib. Qalə Rasulullah bi undirtum və bi Ali ibn Əbi Talib ihtədəytum. Peyğəmbər dedi, mən qorxudanam. Mənim vasitəmlə Allah sizi qorxudur. Və Əli ibn Əbi Talibin vasitəsilə hidayət edir. Ondan sonra neynədi deyir Peyğəmbər? Bir Quran ayəsi oxudu. Və qara'a innəmə əntə mundir və likulli qavmin had. Quran ayəsi nə buyurur? Peyğəmbər, sən yalnız və yalnız qorxudan çəkindirənsən. Hər bir qovm üçün hidayət eləyən var. Peyğəmbər deyir, dedi, mən çəkindirənəm, mən qorxudanam, Əli isə hidayət eləyəndir. Bunu deyəndən sonra bu ayəni oxudu. Bunu kim deyir? Bunu iki dənə həmən məşhur, təəssübü olan, bu əqidəyə, bu düşüncəyə təəssübü olan alimlər deyir. Sonra buyurdu, və bil həsəni a'tadaytumul ihsan, yaxşılıq Həsənin vasitəsi ilə sizə yetişər. Və bil Hüseyni təs'adun və bihi təşəbbətun. Siz Hüseynin vasitəsi ilə yetişəcəksiniz. Onun vasitəsi ilə nə olacaqsınız? Saadət tapacaqsınız. Bunu deyir, bunu deyəndən sonra buyurur. Əla və innəl Hüseyn Hüseynə babun min əbvabil cənnə. Peyğəmbər buyurdu, Hüseyn üçün cənnətin qapılarından bir qapı var. İmam Hüseyn o qapıdan gələcək. Müxtəlif qapılar var. Qapılardan biri nədir? Babul Hüseyndir. Bu hədisin içində nəql edirlər bunu. Deyirlər ki, mən anədəhu harramallah aleyhi rihəl cənnə. Hüseyn üçün bir qapı var cənnət qapılarından. Kim Hüseynlə düşmənçilik eləsə, kim ondan düşmən olsa, cənnətin iyini doymayacaq.